Deməli, dünən xəbər çıxmışdı ki, bəs rayonların birində 12 yaşlı uşaq 7 yaşlı uşağı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi vurub. Bugün də xəbər çıxdı ki, bəs şeylərin birində uşaq evdən gətirdiyi ov tüfəngi ilə müəlliməyə atəş açıb. Düzdür, xəbərlərdə onu deyirlər ki, güllələnib, güllələnəndə adam ölür. Atəş açılıb ona. Və sosial media təbii ki, çalxalanır, hamı təhsildən və nə bilim, təhsilin əhəmiyyətindən, təhsil nazirliyini təq eləyirlər və nə bilim, belə danışılır. Bir dənə sual. Uşaq məktəbə neçə yaşında gedir? O müddət ki var ha, 6 illik və ya 7 illik müddət. O uşaq harda olur? Kimin və ya kimlərin yanında olur? Biz uşağımızı 6 yaşına qədər, 7 yaşına qədər, yəni məktəbə gedənə qədər müddət ərzində heç nə öyrətmirik. Tərbiyə vermirik. Yanında siqaret çəkirik. Zərərli qidalar veririk. Əyləndirmirik. Ona ilkin ünsiyyət vasitələrini öyrətmirik. Öz baxdığımız kriminal tərkibli, thriller tərkibli və s. filmlərə bizimlə bərabər baxır. Yaşına uyğun olmayan cizgi filmlərinə baxır. Kitab oxumur. Sonra biz onu 6 ildən sonra göndəririk məktəbə və deyirik ki, müəllim, bu uşaqdan adam elə. Özümüzün 6 il, 7 il ərzində öyrətmədiyimiz, formalaşdıra bilmədiyimiz, tərbiyə edə bilmədiyimiz uşaqdan siz müəllimin nəsə düzəldəcəyinə necə inana bilirsiniz?